Ərvaz xeyir olsun değerli izleyicilerimiz. Bugün size neden danışaq? Yəni bildiğiniz kimi söhbət gündən olan qızıldır, neftdir, bitcoindir. Yəni dünən eyni zamanda valutalarda hansı valutalar? Euro, dolar, funt dolar və doları, Yaponiya dolar, frank. Dünən bu haqda söhbət açmışdıq və günün ikinci yarısından sonra saat 3'də euro doların, funt dolarının aşağı doğru korreksiyasını nəzər çatdığımız sel əməliyyatları üçün təbii ki bu sel əməliyyatlarını açdıq və gəlirlərlə də nəticələndə biz bunu deyək ki paylaşdıq və sel nöqtələrimizi nəzər çatdırdıq. Euro, dolar, funt dolarla və eyni zamanda dolar, Yaponiyanın dolar, frankda alış əməliyyatlarına. Bugün səhər saatlarında yenidən biz alış əməliyyatlarını real hesablarda vermişik. Euro, dolara, funt dolara alış əməliyyatları və dolar, frankda, dolar, Yaponiyada isə satış əməliyyatları, yəni gördüyünüz kimi gəlirlər və eyni zamanda qızılda alış əməliyyatlarımız da var. Yəni bugün nələr baş verəcək? Yəni bazarda, yəni bildiyiniz kimi bu bizim Magic platformasında gördüyünüz kimi yuxarı olan piramida. Yəni bu üçbucaq deyil, piramidadır və piramidanın ən maksimum nöqtəsi qızılda gəlib 3615'lərə qədər yüksəlir. Təbii ki bu gələcəkdə bu baş verəcək və bugün euro, dolar, funt dolar, yəni yuxarı doğru, dolar, Yaponiya, dolar, frank isə aşağı doğru istiqamətdə davam etdirəcək.